Əziz dördüncülər, mənim əziz balalarım, körpə fidanlarım, siz nə qədər böyüsəz də, mənim üçün həmişə körpə fidan olaraq qalacaqsınız. Sözüm sizə və sizin valideynlərinizədir. Əvvəla onu demək istəyirəm ki, heç bir nitq hazırlamamışam. Çünki bilirəm ki, hər bir sözüm ürəyimdən gələcək. Ürəkdən gələn sözlər daha dəyərli olur. Əvvəla bugün münasibəti ilə hər birinizi özüm daxil təbrik edirəm. Daim övladlarımızın gözəl günlərinə, onların uğurlarına birlikdə sevinək. Hər zaman onların yanında olasınız, onlara dəstək olasınız. Balalarımızın uğurlarını bir yerdə izləyək və onları daha da iri addımlarla addımlamağa kömək olaq. Bu 4 ildə biz uşaqlarla həm təhsil, təlim, müxtəlif maraqlı günlər keçirtdik. Düşünürəm ki, bu 4 il onların həyatında unudulmaz illərdən olacaq. Mən də həmçinin onları heç vaxt unutmayacağım. Çünki onların hər biri mənim qəlbimdə bir kök salıblar. Və bu kök də demək olar ki, artıq insanın qəlbinə düşürsə, onu oradan çıxartmaq mümkün deyil. Öz şıltaqlıqları ilə, öz dəcəllikləri ilə, öz bilikləri ilə, öz savadları ilə həmişə, hər zaman mənim yadımda olacaqlar. Mən öz balalarımı heç vaxt unutmayacağam. Və ümid edirəm ki, onlar da məni heç vaxt unutmazlar. Hər zaman yolları açıq olsun, işıqlı olsun. Mən də onların gözəl soraqlarını eşidim və sevinim. Ürəyim çox doludur, amma təəssüf ki, hamısını deyə bilməyəcəm. İnşallah tədbir əsnasında öz fikirlərimi, öz arzularımı tək-bətək sizinlə bölüşəcəm. Hər zaman üzünüz gülsün və gözünüzdən daim sevinç gözyaşları axsın. Hər birinizi öpürəm. Sizi də öpürəm. Salam, hörmətli müəllimlər, əziz valideynlər və qonaqlar. Bugün biz 4 illik lisey həyatımızı əlvida edirik. Bəli, düz 4 il əvvəl biz bu liseyə qorxaq, balaca, heç bir hərfi tanımayan şagirdlər kimi gəlmişdik. Onun qayğısı ilə biz böyərək artıq sərbəst addımlar atmağa başladıq. Biz onunla birlikdə oxumağı, yazmağı, toplamağı, çıxmağı, amma ən əsası birlikdə gülməyi, paylaşmağı və dostluğu öyrəndik. Bu illər ərzində o təkcə bizə dərs keçmədi, həm də həyatın düzgün yollarını göstərdi. Bəzən hərflər səhv yazdıq, bəzən rəqəmləri qarışdırdı, amma o heç vaxt bizdən üz döndərmədi. Ömrümə bir çıraqsan, arzuma bir soraqsan, yaddan çıxmayacaqsan mənim Gülşən müəllimim. 4 ili nağıl kimi keçdi. İndi isə bu nağla biraz kədər, biraz sevinc ilə veda edirik. Əziz müəllimimiz, əmin olun ki, bu 4 ildə bizə öyrətdiklərinizi heç vaxt unutmayacağıq. Çünki elmə gedən yolda mayakımız, dalğalanan dənizdə kapitanımız və sonu görünməyən yolda bələdçimiz olmusunuz. Bilirsiniz nə üçün darıxacam uşaqlar? Hər səhər salam uşaqlar, sabahınız xeyir deyərək dərsə başlaması üçün. Dərsə vaxtında gəlmək lazımdır. Biraz diqqətli və məsuliyyətli olun. Mən bu sözləri heç vaxt unutmayacağam. Çünki bu ifadələr mənə həyat dərsi oldu. Gələcəkdə atacağım addımlarda düzgün yol getməyim üçün mənə kömək olacaq. 4 ildir çəkirsiniz hər zəhmətimi. Hər günüm sizinlə bağlıdır mənim. Öyrətdiniz həvəslə siz hər bir elimi. Sizə minnətdaram, əziz müəllim. O bizə həm hərfləri yox, həm də insanlıq, mehribanlıq, qayğıkeşliyi öyrətdi. Qayğının əlini çəkdiniz bizə. Gəh
Qızım didiz, gəh gözəlim, sözündən çıxanda gəlib başıma, mənə yollar gətdiz əziz müəlliməm. Bilin, unutmaram heç zaman mən də. Sizi anacaqdır daim ürəyim. Hər yada düşəndə gözüm önündə rəsmin canlanacaq əziz müəllim. Bu bir başlanğıcdır. Mənim qabaqda hələ çox olacaq müəllimlərim. Sevgini, qayğını yada salanda bilin, unudulmur ilk müəllimim. 4 il boyunca bizə göstərdiyiniz sonsuz səbir, qayğı və sevgiyə görə sizə ən dərin təşəkkürümüzü bildiririk. Siz bizim ilk addımlarımızın işığı oldunuz. Qəlblərimizin mərhəmət, zəkamıza isə bilik toxumu səpdiniz. 4 illik zəhmətinizi, bizə öyrətdiyiniz hər bir elmin sirrini bizə halal edin, əziz müəlliməmiz. Yerimizdən danışdıq, dərslərimizi, müəllimənin dərslərini pozduq, müəlliməni əsəbləşdirdik, dostlarımızla dalaşdıq. Yenə də səbri ilə bizə olan himayəsini əsirgəmədi. Bugün ona çox sağ olun deyirik. Heç vaxt bundan sonra dərslərimizi pozmayacağıq, yerimizdən danışmayacağıq, dərsə gecikməyəcəyik, müəllimlərimizi əsəbləşdirməyəcəyik. İlk qəhrəmanımız, biz də söz veririk ki, dəyərlərinizi layiqincə dəyərləndirəcəyik. Sizə üz tuturuq, Gülşən müəllim, qəlbi saf, ürəyi təmiz müəllim. Bir vaxt bilik savatı öyrətdiniz bizə, biz sizə borcluyuq Gülşən müəllim. Biz səni sevirik. Mən də sizi sevirəm. Dünyalar qədər ağıllı balalar. Gözəl.
lado, puxa amigo e vem dançar. Mostra tudo que cê sabe que o Livinho vai te olhar. Pode sentar. Pode sentar. E se tiver muito excitada, pode dançar pelada. Se tiver muito excitada, pode dançar pelada. Eu tô ligado em você. Balança a bunda agora, eu quero ver você descer. Balança a bunda agora, eu quero ver você descer. Balança a bunda agora. Əziz 4N sinfinin bir-birindən gözəl, bir-birindən ağıllı, bir-birindən mədəni, bir-birindən savadlı balaları. Əzizlərim, mən həmişə sizinləyəm. Bizim yolumuz İbtidai sinif təhsil səviyyəsini biz bitirsək də, amma bizim yolumuz heç vaxt ayrılmayacaq. Mən həmişə sizinləyəm. Nə sözünüz, nə sirriniz olsa, mən sizin ilk dəstəkçinizəm. Bunu heç vaxt unutmayın. Bugün şənləndiniz, sevindiniz. Bu şənliyiniz, bu sevinciniz daim olsun. Həmişə bir yerdə olun. Siz 4 ildir ki, bir sinifdə oxuyursunuz. Bundan sonra ola bilər ki, hansısa uşaq sinfini dəyişə bilər və yaxud da məktəbini dəyişə bilər. Amma heç vaxt bir-birinizi unutmayın. Həmişə yadınıza saxlayın ki, siz ilk məktəbə qədəm qoyanda bir sinifdə oxumusunuz. Ona görə dostluğunuz
daim olsun. Hər birinizi öpürəm, bağrıma basıram və mən sizə kiçik bir hədiyyə hazırlamışam. Və ümid edirəm ki, bunu məndən yadigar saxlayarsınız. Kimin adını çəksəm, zəhmət olmasa yaxınlaşsın, alsın. Babazadə Nurxan. Əlçalın zəhmət olmasın. Ağayev Yusif. İsa Kənan. Qasımzadə Rauf. Qəhrəmanlı Nurbanu. Canım mənim. Qənbərbəli Rauf. Mehdizadə Leyla. Məmmədli Yusif. Mikhailov İskəndər. Mirələmov Elçin. Mirzəzadə İnci. Namazov Nəbixan. Abdüləzimova Pərişan. Allahverdi Uğur. Bağırova Nərgiz. Əhmədova Leyla. Əzimli Altay. Həsənli Altay. Da işte geleceğim. Hüseynzadə İnci. Xəlilov Məhərrəm. Xudiyev Ramil. İbrahimli Günay. Qasımov Cəsur. İsmailzadə Zeynəb. Nəsibli Zəhra. Orucov İbrahim. Rüstəmli Ömər. Rüstəmzadə Mələk. Səmədova Seycan. Oy canım. Sərdarlı Rəsul. Təhməzli Fatimə. Yusifli Əli. Bəziləri
Evlərimiz artıq dağılışmış olsaq da, bütün valideynlərimizin adından, uşaqların adından bu neçə ay ərzində bu gözəl tədbirin təşkilatına görə Xuraman müəlliməyə, Kəmalə xanıma, bütün valideynlər adından, uşaqlarımız adından sizə böyük-böyük təşəkkürlər. Yorulmayasınız, həmişə gözəl belə işlərin təşkilatçısı olasınız. Uşaqların da nə nadinçliyi olubsa, nə yorublarsa sizi inşallah ki, bağışlayarsınız onları. Bizim adımızdan o xırda, kiçik də olsa gül hədiyyələrimizi qəbul eləyərsiniz. Hə. Aysel hanım bəs, Aysel harada? Aysel, hə, sizi unutdum. Ay, sizi unutdum. Elə bilir hissə verir. Bətrə xanımla da Aysel xanım, o birisi cəbhədə bütün əziyyətimizi çəkən, yükümüzü daşıyan. Sizə də xüsusi ayrı-ayrı təşəkkürlər. Çox sağ olun, var olun. Hamınız əzizlərimizsiniz. Mən də sizə təşəkkür edirəm. Həm Xuraman müəllim adından, Aysel xanım adından, Bətrə xanım adından, Gülşən müəllim adından. Siz olmasanız, birliyiniz olmasa biz də olmarıq. Çox sağ olun, var olun, həmişə birlikiniz olsun, davam eləsin, yaxşı? Bizim əziyyətimizi, ilk ilimizin çətinliyini Alagöz xanım çəkmişdi. Alagöz xanıma təşəkkür edirəm. İlk günlərimizin əziyyəti sizə düşdü. Ondan sonra Bətrə xanıma, Aysel xanıma həqiqətən də demək olar ki, müəllimənin ikinci qoluydular. Mənlə sizin aranıza vasitəçi idilər. Onlar təkdilər, amma siz çoxsuz. Ona görə bu qədər çoxluğun öhdəsindən gəldilər. Onlara təşəkkür edirəm. 4-cü sinifdə xüsusilə mənə böyük dəstəyi olan Kəmalə müəllimə və Xuraman müəllimə həqiqətən də bu 4-cü sinifi tədbirimizi, tək tədbir yox, hər hansı bir ekskursiyaya gedəndə, hər hansı bir çəkilişə gedəndə həqiqətən də mənim yanımda oldular. Onlar da sağ olsun və siz, əlbəttə ki, siz olmasaydınız, tək əldən deyil, səs çıxmaz, mən heç bir şeyi bacarmazdım. Biz yəqin ki, xatırlayırsınız, ilk iclasımızda biz qeyd eləmişdik ki, pedaqoji üçlük, bu illər keçsə də, nə qədər inteqrasiya eləsə də xaricə, amma bu pedaqoji üçlük heç vaxt dağılmamalıdır. Bu pedaqoji üçlük müəllim, şagird və valideyn. Bu üçlük tamamlananda ortaya da bir məhsul çıxır. Məhsul da bizim balalarımız. Onlar bizim başımızı uca eləməyinin səbəbkarlarından biri də sizlərsiniz. Çox sağ olun ki, bu 4 ildə mənə dəstək oldunuz. Mənim dediyimi siz də dediniz. Biz birlik olduq. Ona görə də başımız ucadır. Hər zaman başınız uca olsun. Hər zaman bu üçlüyü qoruyun, saxlayın ki, qarşınıza qoyduğunuz məqsədə də çata biləsiniz. Öpürəm. Mən yenə də deyirəm, mən buradayam, mən sizinləyəm. Həmişə. Həmişə. Təşəkkür edirik, var olasınız. Öpürəm hər birinizi. İnşallah. Çox sağ olun, var olasınız. Sizlərin istəyi ilə, dəstəyi ilə olmuşuq. Əgər biz bu yola çıxmışıqsa, sizin dəstəyiniz olmasa, biz bu yola çıxa bilməzdik. Ən başda Gülşən müəlliməyə, Xuraman müəlliməyə, Kəmalə müəlliməyə dərin təşəkkür edirik. Bu yığıncaqda, bu tədbirdə kimin əziyyəti çəkilsə, bax bu gözəl gülləri bizə təqdim elədiyinə görə bütün valideynlərə təşəkkür edirəm. Çox sağ olun, öpürəm sizi. Təşəkkür edirəm. Hamınıza xüsusi diqqətinizə görə sağ olun. Çox sağ olun. İyi insan olmayı, sonunda barışmayı sabırla bıkmadan öğretirmiş. Annemin sıcağından, babamın kollarından sana emanetim öğretmenim. Lay 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 la la lay lay la la lay la la lay lay
başkadır.